Xoş gördük əziz dinləyicilər. Bu günləri İsrail-İran müharibəsində çox yaxşı bir xəbər var. Xəbər ondan ibarətdir ki, bu günləri İranın Xarici İşlər Naziri Əraqçı, bilirsiniz ki, o da Azərbaycanlıdır. Əraqçı bildirib ki, İran nüvə silahına sahib olmamağını təmin edən bir saziş imzalamağa hazırdır. Bu yaxşı bir qərardır əlbəttə. Mən sizə demişdim, deməli İranda dəli cinahı, axmaq cinahı belə deyək, sepah təşkil edirsə, İranın ağıllı cinahı islahatçılar qanadını təmsil edən Pezeşkiyandır. Əlbəttə, mən demişdim ki, İranı xilas eləsə Pezeşkiyan xilas edər. Bununla bərabər artıq bu zərbələr də, həm də İsrailin vurduğu bu zərbələr əslində qalsa Pezeşkiyan hakimiyyəti üçün də yaxşı şeylər vəd edir. Çünki Pezeşkiyan hakimiyyəti də çox ağır vəziyyətdədir bu sepah yönlü qüvvələr əlində. Çünki onun apara biləcəyi siyasətə imkan vermirdilər. Bu günləri İsrailin İrana zərbə vurması həm sepahı çox sarsıtdı, həm Xalidin lider Xamneyi tərəfi çox sarsıtmış oldu və beləliklə də İran hakimiyyətini, yəni Pezeşkiyanı, daha islahatçı qanadın daha güclü olduğunu ortaya qoydu və artıq ümid onlara qalıb deyə bilərik və bunlar da əlbəttə ki, Əraqçının yayımladığı, verdiyi brifinqdə bu açıqlamalar çox vacibdir. Mən düşünürəm ki, bu İran dərin dövlətçiliyi üçün, İran dərin dövlətçiliyi ağlı üçün çox vacib bir məqamdır. Bu, dediyim kimi, İranda Pezeşkiyanın da əlini güclənməsinə gətirib çıxaracaq. İkinci bir məsələ, burada İsrail və Amerikadan gələn xəbər əlbəttə pisdir. O mənada pisdir ki, CNN məlumat verir ki, onlar həm ABŞ-dan, həm də İsraildən gələn məlumatlar bu yöndədir ki, hələ müharibəni 2 həftədə davam etmək istəyirlər. Yəqin ki, əlinə fürsət düşən İsrail istəmir ki, bu müharibə belə tezliklə qutarsın və İranla başladığı bu müharibəni İranı tamamilə sarsıtmaq yönü tutub. Tamamilə sarsıtmaq və onun əlində olan bütün bazaları, bütün neft bazalarını, uran bazalarını və silah arsenalını tamamilə məhv etməklə İrana başlamış bu müharibədə tamamilə sıradan çıxartmış olsun. Düzdür, bu günləri İranın İsrailə vurduğu zərbələri də görürük, amma bu zərbələr, inanın mənə, effektsizdir. Niyə görə effektsizdir? İsrail 2 ildir ki, zaten İran proksiləri ilə müharibə aparır və İsrail bunker bir dövlətdir. İsrailə 5000 raket atan Həmas atmışdı, bir o qədər Hizbullah atmışdı, bir o qədər Bəşər Əsəd atmışdı, bir o qədər zaten hər gün Yəməndən ballistik raketlər İsrail üzərinə atılır. İsrail bunker dövlətdir, o bunkerdə sığınıb qalmağı bilən bir dövlətdir və illər də bu vəziyyətdədir. Ona görə də bugün İranın onlara hər hansı bir bombardman atması İsrail üçün çox da, necə deyərlər, önəmli deyil. Yəni, onu qorxutmur, çünki bu millət buna öyrəşib. Və bunu da nəzərə alın ki, Şiyə hilalı deyilən bu hilal 2 il ərzində həm Hizbullah, həm Hamas, həm Suriyada hakimiyyətin dəyişməsini gətirib çıxartdı. Biz zaten bunlardan danışdıqda bildirirdik ki, bu günləri İranın bu Şiyə qanadı, Şiyə hilalı dağıldıqdan sonra zaten növbə İrana çatacaq və bu günlərdə o növbə artıq İrana çatdı və İsrail bunu çoxdan gözləyir. Zaten bu Şiyə hilalı İsrailin qarşısını almaqdandır. Bu təbiidir. Burada faciələr var. Biz faciələri heç vaxt əlbəttə bəyənmirik. Təbrizin vurulması, Azərbaycan ərazilərinin vurulması qəti surətdə pisləyirik və inşallah ki, müharibənin tez bitməsini biz arzulayırıq. Çünki müharibə tez bitməsə, region üçün də əlbəttə ki, alovun daha da artması deməkdir. Amma əlbəttə ki, İranın Xarici İşlər Nazirinin bu formada bir yön qoyması inşallah müharibənin daha tez bitməsinə gətirib çıxardaq ki, zaten mən proqnoz etmirəm ki, müharibə çox uzanmaz. Çünki İranda, dediyim kimi, kifayət qədər ağıllı dövlət nümayəndələri var. Nəhayət, sepah da, ali dini lider də öz yerini bilər və nəhayət İranın xilası Pezeşkiyan hakimiyyətindədir ki, normal insanlarla oturub söhbət etməklə müharibəni bitirmək olar. Bu açıqlama da məhz onu göstərir ki, İran artıq hazırdır, çünki İran artıq bu aqibətini bilir. Rasional düşüncəli Pezeşkiyan hökuməti bunun aqibətini bilir ki, biraz da bu uzansa İranın iqtisadi cəhətdən də artıq faciəyə doğru yönələr. Müharibə bitsə belə İran bundan çıxa bilməz, çünki İranın bütün infrastrukturlarını İsrail məhv etmək istəyir. Təşəkkür edirəm diqqətinizə.